Mənim adım Səlim Abbaszadıdır. 15 yaşım var. Böl şəhərində yaşayıram. Çoxlu rəsmlərim var. 3 dənə kitab yazmışam, tərcümə etmişəm. Azərbaycana aid olan rəsmlər çəkirəm. Azərbaycan haqqından, xüsusilə də Qarabağ haqqından çəkirdim. Şuşa, Ağdam. İndi 10-cu sinifə gedirəm Böyük Ungdomskulda. Yayda başlayacağam kollecə. International Bachelorate gedir adı. Belə bir ki, demək olar ki, diplomat məktəbidir də, öyrənirlər orada. Sonraki fikirləşirəm ki, universitetə gedim. Səni qismət apardı Doğma sahillerinden. Norveçlər çox az bilirlər müharibənin haqqından və çox az eşidirdik müharibənin haqqından. Haçan da eşidirdik, səhv informasiya eşidirdik. Eşidirdik ki, ermənilər yazıqdılar, onların torpaqlarını Azərbaycan alır, onların evlərini sökürlər, yandırırlar. Amma o düzgün deyildi. Və mən kitabımda yazmışdım ki, Qarabağ müharibəsi niyə başlayıb, nədən başlayıbdı, necə olubdu və necə qutardı. Məktəbdə böldüm öz müəllimələrimə, öz dostlarıma göstərdim. Sonraki Nizami Gəncəvi adına Həftəsonu məktəbinə böldük və kitabxanalara bütün Norveçdə. Vətənine yaxın